Hal-hazırda özümə təkcə bir dənə bu sualı verirəm ki, mən daha öncə bu tonalini niyə almamışdım? Sən necə belə örtücü və parlaq bitişli tonalinisən axı? Əlimdə 2 yeni məhsul var, gəlin birlikdə sınayaq. Biri Şeglam'ın bu bazasıdır. Bunu keşfətdə çox görürdüm. Xüsusən də teksturasını influencerlar çox bəyənirdi. Qablaşması da çox qəşəngdir. Baza silikon bazlı bir məhsuldur. Belə teksturasından da onu başa düşmək olur. Üzünüzdə bitişi belə qaymaq kimidir. Yumuşaq eləyir. O çirkin görünür bilirəm, amma məcbur taxmalıydım. İkinci yeni məhsul isə tərkibində 50 SPF olan Double Wear Foundation'dır. Ulaşmasından belə anlayıram ki, rəngi mənə tam olacaq. Bir dəqiqə. Bir də buna baxın. Videonu dayandırmadan tətbiq edirəm. Baxın. İndi bir də makyajımı bitirim, gəlirəm. Və makyajım hazırdır. Belə oldu. 2 məhsulsun adım və ikisinə də bayıldım. Hələ birlikdə çox məhsul kəşf edəcəyik. Ona görə məni izləməyə al ki, videolarım sənin də qarşına çıxsın.